Murov Qartalı kimi tanınan əfsanəvi kəşfiyyatçı, peşəkar hərbiçi, şəhid polkovnik leytinant Raquf Orucovun anım günüdür. 26 il vətənin keşiyində dayanan Raquf Orucov şücaəti ilə əskərlərinə həm yaxşı nümunə olub, həm də mehriban, qayğıkeş münasibəti ilə onların yaddaşında qalıb. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqla isə adını hərb tarixinə əbədi yazıb. Murov Qartalı, əfsanəvi kəşfiyyatçı, peşəkar hərbiçi, vətəni canından çox sevən, torpaqla bərabər əskərlərini də qoruyan komandir. Şəhid polkovnik leytinant Raquf Orucovdan danışan hər kəs onu belə xatırlayır. Komandirimiz Raquf Orucovla xidmətimiz Ağdamda başlayıbdı. 2012-ci ildən komandirim olub. Mən onun kəşfiyyat rəisi olmuşam. Kursant vaxtından eşitmişdim. Onun şücaətləri, onun qəhrəmanlığı, onun kəşfiyyat istiqamətində atdığı addımlar bizim üçün böyük bir nümunə idi. Komandirimiz bir vətən sevdalısı idi. Döyüş yoldaşları danışır ki, düşmənin əməliyyatlarını ifşa edən Raquf Orucov film kimi hərbi həyat yaşayıb. Bu filmin sonunda isə şəhadətə yüksəlib. Raquf Orucov Ağdamın Cilli kəndində doğulub. Anası Raya xanım 1993-cü il iyunun 12-sində kənd işğal ediləndə şəhid olub. Bu hadisədən sonra Raquf Orucov həyatını vətənə xidmətə həsr edib. 1-ci Qarabağ müharibəsində Fərux dağı və Aranzəmin kəndi uğrunda gedən döyüşlərdə ağır qəlpə yarası alsa da silahı yerə qoymayıb. Daha sonra kəşfiyyat bölüyünün komandiri kimi Murovdağda xidmət edib. Raquf Orucovun komandanlığı altında aprel döyüşlərində elə aprel ayının 1-ci günü Gülüstan kəndi istiqamətində düşmənin bir tabura qədər qüvvəsini məhv eləmişdi. Hansı ki, əməliyyat rəhbərimiz olaraq Raquf Orucov bizlərlə bir yerdə hərəkət eləmişdi. Raquf Orucov hər zaman şəxsi heyətə ardımca deməyə bacaran komandirlərdən biridir. 2016-cı ilin aprelində Raquf Orucov sonuncu döyüşünə qatılır və şəhid olur. Dövlətimiz onun xidmətlərini yüksək qiymətləndirib və xalqımız adını daim uca tutur. Fəxr və qürur hissidir ki, belə bir şəxsiyyətin qardaşıyam. Raquf Orucovun bugünkü ruhu tam azaddır. Şükür bugünə ki, azad olunan torpaqlarımızın şəhid komandiridir. Bugünkü gün aprel döyüşlərində başlayan müharibə bizim 44 günlük zəfərimizlə qeyd olundu. 26 il vətənin keşiyində gecə-gündüz ayıq-sayıq dayanan, hərbi əməliyyatlarda şücaət göstərən Raquf Orucov anım günündə döyüş yoldaşları və yaxınları tərəfindən bir daha ehtiramla yad edildi. Şahmun Qasımova, Röyal Əsədov, ATV Xəbər.